necə insanın əməlləri onun öz gələcəyinə təsiri var. Məlum məsələdir, əgər bir uşaq oxuyursa, çalışırsa, o 5 alacaq, bir uşaq oxumursa, tənbəllik eləyirsə, o ki, imtahandan kəsiləcək. Həyat da budur, əzizlərim, həyat da bir məktəbdir, həyatın da imtihanı var və həmən imtihanda da necə qiymət almağımız öz əməllərimizdən asılıdır. Ona görə insanın öz əməlləri ona təsir edir. İnsanın bir əməli yaxşı əməli, digər yaxşı əməl üçün müqəddimə olur, hazırlıq olur. İnsanın Allah göstərməsin günah əməli də digər günahları üçün. Quran-ı Kərimdə bu barədə şirin və gözəl ayələrdən biri də budur ki, Allah Teala İbrahim Peyğəmbər barəsində danışanda buyurur ki, İbrahim Peyğəmbər dedi ki, İnni zahibun ila Rəbbi, mən Rəbbimə tərəf gedirəm. Fəyəhdini, səyəhdini, o məni hidayət edəcək. Sözə bax. Mən Rəbbimə tərəf gedirəm, o məni hidayət edəcək. Olmazdı ki, Allah deyəydi ki, Allah onu hidayət elədi və o Rəbbinə tərəf getdi. Olmazdı belə demə. Mən Rəbbimə tərəf, deməli, birinci addımı insan atır, Rəbbinə tərəf üz tutur, Allaha tərəf üz tutur və Allah da onun hidayəti üçün qapılar açır. İnni zahibun ila Rəbbi səyəhdini fəbəşşərnahu biğulamin həlim və biz onu bir mehriban oğul uşağı ilə də müjdə verdik ona. Deməli, təkcə Allaha tərəf qədəm götürəndə, Allaha tərəf addım atanda nəinki təkcə hidayəti və səbəb olur, hidayətdən əlavə dünyəvi neymətlərə də səbəb olur. Dünya saadətivə də səbəb olur ki, Allah deyir ki, mən ona fəbəşşərnahu, əzizlərimiz bilirlər, ərəb dilini bilənlər, burada fa təfridir, yəni bundan qabaqki cümlədən asılıdır, onun davamıdır, onun nəticəsidir. Həmişə fa, ərəb dilində fa hərfi ilə gələndə və də və ilə gələndə elə bağlayıcıdır, amma fa ilə gələndə orada təfri bildirir, yəni onun nəticəsi olaraq. Deməli, İbrahim Peyğəmbərin, Allahın salamı olsun bütün Peyğəmbərlərə, Rəbbinə tərəf qədəm götürməyi səbəb olur ki, Allah ona mehriban bir övlad verir və işarədir İsmail əleyhissalama. Yaxşı.